İlham Əliyev Əli Kərimlinin həbs müddətini qanunsuz olaraq daha 5 ay uzatdı. Əlbəttə ki, burada niyə məhkəmə yox İlham Əliyev deyirik? Çünki Azərbaycanda nəyi, nə zaman, necə etməyi mən bilirəm deyən adam var və o ölkədə demək ki, nə məhkəmə var, nə qanunverici hakimiyyət var, nə icraedici hakimiyyət var. Hakimiyyət sadəcə olaraq bir nəfərin əlindədir. Hər kəsə gün kimi aydındır ki, Əli Kərimlinin heç bir günahı yoxdur. Və o dövlət çevrilişini hökumət özü elan eləmişdi ki, güya 50 nəfərlə həyata keçiribdi. O 50 nəfərdən cəmi bir nəfərinin adı məlumdur və o da Ramiz Mehdiyevdir və Ramiz Mehdiyev də öz villasında kefdə damaqdadır. Bu necə dövlət çevrilişi olur ki, Əli Kərimli 6 kvadrat metrlik otağından bütöv bir dövlətin çevrilişini həyata keçirə bilir. Absurd, yalan və 5 yaşında uşağın da inanmayacağı bir həbs qərarıdır. Əlbəttə ki, bu həbs qərarı Əli Kərimlinin 33 ildə bu sülaləyə qarşı apardığı ardıcıl, prinsipial siyasi mübarizəyə görədir. Amma baxsınlar sağa sola, dünya dəyişir, regionumuz sürətlə dəyişir. Ermənistandakı seçkilər, Gürcistanı gözləyən seçki dalğası və regionumuzla bağlı olan dəyişikliklər əlbəttə ki, Azərbaycanın ada kimi ortada qalmasına imkan verməyəcək. Və İlham Əliyev də ona hazırlaşır ki, bu bir neçə il müddətində geosiyasi vəziyyətin qarışıq olduğu bir mühitdə o Azərbaycanı tam olaraq Türkmənistan və Şimali Koreyaya çevirsin. Ondan sonra isə ona nə Avropa, nə Qərb və Azərbaycan xalqı da tam olaraq bu idarəçiliklə qəbullanmış olsunlar. Amma Azərbaycan xalqının əhəmiyyətli hissəsi bundan barışmır. Biz bunu sosial şəbəkələrdə də görməkdəyik və xalqımızı həm də sosial şəbəkələrdə heç olmasa əlimizdə olan bu az imkan olsa belə bu şəbəkədə fəal olmağa və öz haqq və hüquqlarını müdafiə etməyə və onların haqq və hüquqlarını müdafiə edən şəxslərin ətrafında birləşməyə, onlara dəstək olmağa çağırırıq.